Bəzi firqə mənsublarının iddiasına görə, güya Quranın nüsxələri çox olub və indiki Qurandan 3 dəfə artıq mətn mövcud imiş. Onlar deyirlər ki, həmin gizli nüsxələr kimsə qeybdən qaydanda ortaya çıxacaq. Lakin bu iddia birbaşa olaraq çox ciddi bir sualı gündəmə gətirir. Bu, Quranın təhrif olunduğunu demək deyilmi? Əgər bir kitabın böyük hissəsi gizlədilibsə və hazırda əlimizdə olan Quran güya tamamlanmamışsa, bu insanları Qurandan uzaqlaşdırmağa hesablanmış bir düşüncə deyilmi? Axı kim təhrif olunmuş, natamam bir kitabı oxumaq istər? Bu iddianı qəbul etsək, Qurana etibadın özü sual altına düşmüş olmazmı? Halbuki Quranın özündə Allah buyurur, şübhəsiz ki, zikri, yəni Quranı biz nazil etdik və onu da biz qoruyacağıq. Hicr 9. Belə olduğu halda, necə ola bilər ki, Allah qoruyacağını vəd etdiyi bir kitabı qoruya bilməsin, yaxud onun gücü buna çatmasın? Bu sualın özü belə absurd görünür. Digər tərəfdən, əgər doğrudan da Quranın böyük hissəsi harası aparılıb gizlədilibsə, onun qiyamət günü gətirilməsinin nə mənası var? Bu kitab kimə lazım olacaq? Axır zamanda yaşayanlara, bəs əvvəlki nəsillər, artıq dünyadan köçmüş milyonlarla insan necə olacaq? Onlar natamam, gizlədilmiş bir kitabla yaşayıblarsa, bu ədalətə necə uyğun gəlir? Tarixi nümunələr də ortadadır. Əvvəlki ümmətlər kitabı gizlətdiklərinə görə qınanmış və cəzalandırılmışdılar. O zaman belə çıxır ki, güya Quranı gizlədən kimsə və ya onunla bərabər hərəkət edən şəxslər də eyni məsuliyyəti daşıyır, bu əvvəlki ümmətlərin səhvini təkrarlamaq deyilmi? Quranın öz daxili quruluşu da bu iddianı əsassız edir. Allah Quranda buyurur ki, onu təkrarlanan kitab şəklində nazil etmişdir. Həqiqətən də Quranın mövzuları müxtəlif ayələrdə təkrar olunur, biri digərini izah edir, aydınlaşdırır və tamamlayır. Bu səbəbdən bir ayəni çıxarsan belə, onun məzmunu başqa ayələrdə qalır. Hər hansı bir qanunu və ya fikri tamamilə aradan qaldırmaq üçün gərək bütün Quranı məhv edəsən, çünki ayələr zəncir kimi bir-birinə bağlıdır. Bu məntiqdən çıxış etsək, kiminsə qeybə çəkilib kitabı özü ilə aparması iddiası daha da absurddur. Çünki bu açıq şəkildə kitabı gizlətməkdir və bu əməl Quranın özündə qınanır. Kitabı insanlardan uzaqlaşdırmaq, hansı səbəblə olursa olsun, əvvəlki ümmətlərin etdiyi xəta ilə eyni mahiyyət daşıyır. Deməli, Quranın gizli nüsxələrinin olması barədə iddialar həm ilahi qorunma prinsipinə, həm mətnin daxili quruluş məntiqinə, həm də tarixi teoloji ardıcıllığa ziddir. Bu kimi fikirlər yalnız insanları Qurandan uzaqlaşdırmağa və şübhə yaratmağa xidmət edir.